tələbələr, mən Xədicə Gülməmmədova. Bugün sizinlə informatika fənninin əsas anlayışlarından danışacağıq. Demək, informatika nədir? İnformatika, informasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. Bəs onda nə oldu? Demək, informatika avtomatlaşdırılmış informasiyanı öyrənir. Demək, yazır. İnformatika hansı sözlərin birləşməsindən yarandı? Avtomatika və informasiya sözlərinin birləşməsindən yarandı. Bəs informasiya nədir? İnformasiya dəqiq bir tərif verə bilmirik. Necə ki, riyaziyyatda nöqtəyə, düz xəttə, bunlar tərif verə bilmədiyimiz kimi, informasiyanın da dəqiq bir tərifi yoxdur. Bəs informasiya nədir? İnformasiya müəyyən bir məlumat, xəbər, bunlar hamısı informasiyadır. Necə ki, mən indi danışıram, siz məni eşidirsiniz. Yəni, bu informasiyanın növüdür. Yəni, siz buradan informasiya alırsınız və eyni zamanda mən burada yazıram, siz bunu görürsünüz. Bu da bir informasiyanın növüdür. Sonra gələk informasiya. İnformasiyanın müxtəlif, necə ki, bizim xüsusiyyətlərimiz olduğu kimi, informasiyanın da xüsusiyyətləri vardır. İnformasiya özü, demək, xüsusiyyətlər, sonra formaları, sonra prosesləri və növləri. Biz bunları belə öyrəndik. Demək, ilk öncə keçək xüsusiyyətləri mövzusuna. İnformasiyanın xüsusiyyətləri nədir? Dediyimiz kimi, bizim xüsusiyyətlərimiz olduğu kimi də informasiyanın da xüsusiyyətləri var. İndi sizə bəzi informasiyanın bəzi xüsusiyyətlərindən danışım. İnformasiya tamlıq, etibarlılıq, sonra adekvatlıq, aydınlıq, yəni anlaşılıq, sonra qiymətlik və s. Bunun kimi müxtəlif xüsusiyyətləri var. Tamlıq nədir? Yəni, verdiyimiz informasiya tam olmalıdır. Məsələn, mən deyirəm ki, burada bir kitab var. Bu tam informasiya olmalıdır. Xeyr. Niyə? Çünki kitabın rəngini demədiyim, hansı kitab olduğunu demədiyim, içində hansı mövzudan bəhs edildiyini demədiyim. Yəni, bu informasiya tam olmalıdır. Yəni, verdiyimiz informasiya tam olmalıdır. Sonra keçirik etibarlılıq. Verdiyimiz informasiya etibarlı olmalıdır. Yəni, dəqiq olmalıdır, etibarlı olmalıdır. Sonra aydınlıq, adekvatlıq. Aydınlıq, yəni anlaşıqlıq olmalıdır, başa düşülən olmalıdır. Adekvatlıq müəyyən bir məqsədə nail olmaq üçün olan informasiyadır. Sonra qiymətlik, bu verdiyimiz informasiyanın müəyyən bir qiyməti olmalıdır. Yəni bizim üçün dəyərli olmalıdır, faydalı olmalıdır, faydalılıq xüsusiyyəti də vardır. Yəni, məsələn, mən indi burada danışıram və siz burada informasiya alırsınız. Bu, faydalı informasiyadır. Çünki sabah siz qəbul imtahanında və müxtəlif imtahanlarda bu sizə düşəcək və siz bunu bildiyiniz üçün yazacaqsınız. Sonra obyektiv olmalıdır, obyektiv xüsusiyyəti vardır. Obyektiv, yəni obyektiv informasiya insanların fikrindən asılı olmayan informasiyadır. Yəni, məsələn, mən deyirəm ki, Xədicə pis qızdır. Bu, sadəcə mənim şəxsi fikrimdir. Yəni, bu mənim subyektiv fikrimdir. Obyektiv fikir isə hamı tərəfindən qəbul olunan fikirdir. Sonra, başqa hansı xüsusiyyətləri vardır? Məncə, bu qədər bəsdir. Sonra keçirik formalarına. Demək, informasiyanın üç forması vardır. Analog və rəqəmsal. Demək, analog nədir, rəqəmsal nədir? Analog, bizim insanların, məsələn, gördüyümüz, eşitdiyimiz, dadına baxa bildiyimiz, sonra başqa toxunduğumuz,
taktil vasitəsilə alınan informasiya hamısı analog informasiya. Rəqəmsal informasiya sadəcə kompüterin başa düşə bildiyi 0 və 1-li şəklində olan kodlar vasitəsilə yaranmış informasiyadır. Analog informasiya kəsilməz informasiyadır. Rəqəmsal informasiya kəsilən informasiyadır. Bəs kəsilən nədir, kəsilməz nədir? Yəni, analog informasiya dediyimiz kimi bizim insanların aldığı informasiyadır. Məsələn, mən indi danışmasam, susam, burada görürəm və yəni informasiya almanı dayandırmıram. Yəni, informasiya yenidən alıram. Amma kompüterlər bizim qədər ağıllı deyil. Məsələn, biz eyni zamanda yemək yerkən həm bir filmə baxa bilirik, həm söhbət edə bilirik, həm yemək yeyirik və yəni bir sözlə müxtəlif biz həm eyni zamanda yemək yeyirik, film izləyirik. Yəni eyni müxtəlif işləri eyni zamanda görürük. Yəni biz kəsilməz informasiyadır bizim. Amma bunu kompüter edə bilmir. Buna görə də kəsilən informasiyadır. Yəni məsələn, bizim kompüterimizdə bir filmə baxarkən birdən zaretkamız bitərsə, onda kompüter sönəcək və aldığımız informasiya film yarıda qalacaq və sönəcək. Ona görə də bu oldu kəsilən informasiya. Eyni zamanda telefonlarda da məsələn, onda da sönsə, yəni informasiyamız yarımçıq qalacaq və bu kəsilən informasiya olur. Bir də yadımızda saxlayaq, analog informasiya kəsilməz informasiyadır, rəqəmsal informasiya kəsilən informasiyadır. Sonra informasiyanın növləri var. İnformasiyanın növləri. Bunu da iki yerə bölürük. Demək, insanların aldığı informasiya, bizim yəni duyğu üzvlərimizlə aldığımız informasiya. Məsələn, görürük, gördüyümüz vizual informasiya, gördüyümüz bütün hər şey, bunlar vizual informasiya adlanır. Toxunuruq, hiss edirik, bunlar hamısı olur taktil. Sonra yemək yeyirik, dadını alırıq, bu olur dad vasitəsindən, dil vasitəsindən aldığımız informasiya. Eşidirik, məsələn, ətraf mühitdən danışan insanların səsini eşidirik və ya musiqi dinləyirik. Bunlar hamısı olur səs informasiya, yəni audio informasiya. Demək yazaq, vizual, audio, sonra səs yazılır.